Salam əziz izləyicilərim. İlk olaraq xəmirini hazırlayaq. Bir qaba 2 stəkan ılık su əlavə edirəm. Üzərinə 1 dolu xörək qaşığı maya və 1 çay qaşığı şəkər tozu əlavə edib qarışdırıram. Daha sonra 2 xörək qaşığı qatıq, 1 yumurta, yarım stəkan duru yağ və 2 xörək qaşığı duz əlavə edirəm. Tədricən 1 kiloqram un ilə birlikdə qarışdırıb xəmir yoğurulur. Bu vaxt işçiliyi hazırlayıram. Kartoflar əvvəlcədən bişib soyuduram və əzirəm. Tavada xırda doğranmış soğanı qovururam. Üzərinə duz, istiot və sarıkök əlavə edirəm. Sonra xırda doğranmış göyərtiləri əlavə edib bir neçə dəqiqə birlikdə qızardıram. Hazırladığım soğanlı qarışığı kartofun üzərinə əlavə edib yaxşıca qarışdırıram. Beləliklə çox dadlı və ətirli işliyimiz hazır olur. Mayalanmış xəmirdən 45-50 qramlıq kündələr hazırlayıram. Hər kündəni açıb içinə kartoflu içlik qoyuram və pirajki formasında bükürəm. Daha sonra qızdırılmış yağda hər iki üzünü qızıl rəng alana qədər bişirirəm. Nəticə xarici qatı qızarmış, içi isə yumuşaq və bol içlikli pirajkilər əldə edirik. Bu reseptlə hazırlanan pirajkilər yağı az çəkir və daha yüngül olur. Əgər siz də bu resepti bəyəndinizsə, videonu bəyənməyi, kanalıma abunə olmağı və fikirlərinizi şərhdə yazmağı unutmayın. Əvvəlcədən bişirən hər kəsə nuş olsun. Bu pirajkilər o qədər ləzzətli alındı ki, uşaqlar böyük həvəslə yedilər. Ən xoşuma gələn isə odur ki, pirajki ağır olmadı və yağı çox canına çəkmədi.